Bax bu qəşəng evin çəkişinə gəlmişəm. Buradan da 10-15 metr məsafədən metro istiqamətindən gələn 119 nömrəli marşrut keçir. Evimiz də çox qəşəng evdir, səliqəli evdir, çox gözəl də həyəti var. Yerləşməyin daha dəqiq desək, Xırdalan şəhəri 119 nömrəli marşrutun düz dayanacağındadır. Əla qupquru ərazidir. Bax bu isə də evimizin əlavə həyət yanı sahəsi var. Evin digər istiqamətindən də həyətini sizə təqdim edirəm. Üstü də bax qəşəng belə ev sahibi naves yığdırıb. Evimiz 3 otaqdan ibarətdir. Demək, koridor sistemli. İçisi otaqlar deyil. Elə mətbəxi də hardasa bir evimizin zalı boydadır. Mətbəxini hazırda sizə təqdim edirəm. Aynaların da hər birinin qarşısı açıq, gün tutan, yel çəkən evdir. Hazırda evimiz yaşayışlıdır. Müəyyən əşyalar yəqin ki, evdə saxlanılacaq. Sanitar qovşağı da çox genişdir. Təmirə aid əlavə heç bir işimiz yoxdur. Qiymət bugün üçün çox əla bir qiymət nəzərdə tutulub. Cəmi 65.000 manat. Təbii ki, reallıq olarsa ev sahibi yüngül endirimdə eləyər. Və evimizin geniş iri zal otağı. Aynası da baxır elə evimizin həyətinə. Bax bu hissədən də indi mən çəkmirəm. Bir adam boyu iri podval var ki, evə də aid nə varsa ev sahibi zirzəmi yerləşdirir. Əlavə məlumat üçün linkdə nömrəmi qeyd edirəm. Sizin də saçda eviniz, torpağınız, obyektiniz varsa bizlə əlaqə saxlayın və məsləhət bilərdim belə bir evi qaçırmayasınız. Məndən bu qədər, sağ olun.